Tənhalıqdan qorxuram, neynirəm bağ evini. Gedirəm dəniz kənarında gəzirəm, dincəlirəm. Axşam da gəlirəm evimə. Bu sözləri əməkdar artist Yusif Mustafayev etiraf verilişində deyib. Müğənni ona yazılan tənqidi rəylərdən danışıb. Elə rəylər yazırlar, elə bir dədələrinin çörəyini yeyirəm. Yaşlı adamlara bəzi insanlar nələr deyirlər. İnsana yaşlı vaxtında pul lazımdır. Ona görə də pulumun qədrini bilmişəm. Başqaları qazanıb gedib xaricdə istirahət edib. Mən eləməmişəm. Nə edirəm, məni qınayırlar. Efirə kimsə gələndə ayağa qalxıram, bunu mənə irad tuturlar. Evimdə qayda var, 20 dəfə də evə girsəm balalarım ayağa qalxmalıdır. Bunu danışıram, məni pisləyirlər. Qabaqda gedirəm, bic, arxada qalıram, gic deyirlər. Ay insanlar, yaşamaq istəyirəm. Xətrimizə dəyməyin. Yalvarıram. Ağ saçlarımdan utanın. Qoyun Allahın verdiyi ömrü yaşayım. Sosial şəbəkələrdən də danışan Yusif Mustafayev TikTokun gənclərə vurduğu ziyandan söz açıb. TikTok, Instagram çıxdı. Ailələr yarı yolda qaldı. Körpələr atasız, anasız böyüyür. Sosial şəbəkələr insanları məhv elədi deyə əməkdar artist çıxışında bildirib.